Hello, dear children. Salam, əziz uşaqlar. Unit 1, Lesson 2. Birinci bölüm, ikinci dərs. Exercise 1 on page 12. Birinci tapşırıq, səhifə 12. Listen and repeat. Dinlə və təkrar et. Hello, my name is Caitlin. Salam, mənim adım Caitlindir. Hi, I am James. Salam, mən Jamesəm. Hi, my name is Amy. Mənim adım Amy'dir. This is my mom and dad. Bu mənim anam və atamdır. Uşaqlar, this is ifadəsində this bu deməkdir. Is isə dır şəkilçisidir. Məsələn, this is Amy. Bu Amy'dir. This is my brother. Bu mənim qardaşımdır. Happy camp, happy camp, happy camp. Hi! Look, counselors! Hello, my name's Caitlin. Hi, I'm James. My name's Amy. This is my mom and dad. Hi. Hello. This is my grandma and grandpa. Hello. Hello. And this is my brother, Cody. Hi, I'm Cody. Amy's my sister. Hi, Cody. Exercise 2. İkinci tapşırıq. Listen and find the letter. Dinləyin və hərfləri tapın. Then, listen and say. Daha sonra dinləyin və deyin. Uşaqlar, tapşırıqdakı sözlərdə gördüyümüz kimi ilk hərflər buraxılıb. Mən indi ilk sözü tələffüz edirəm. Dinləyin. Mom. Deməli, ilk buraxılan hərfimiz M-dir. Karandaşla qeyd edin. Uşaqlar, ikinci sözümüzü tələffüz edirəm. Diqqətlə dinləyin. Dad. Dad sözünün buraxılmış hərfi D hərfidir. Üçüncü sözümüz sister. Sister sözündə S hərfi buraxılıb. Dördüncü sözümüz grandma. Bu sözümüzdə G hərfi buraxılıb. Növbəti sözümüz grandpa. Bu sözdə buraxılan hərf G-dir. Sonuncu sözümüz brother. Bu sözdə B hərfi buraxılmışdır. Uşaqlar, indi isə gəlin dinləmə mətnini dinləyək. 1. Mom. 2. Dad. 3. Sister. 4. Grandma. 5. Grandpa. 6. Brother. Exercise 3 on page 13. Üçüncü tapşırıq, səhifə 13-də. Hello, this is my grandma and grandpa. Salam, bu mənim nənəm və babamdır. And this is my brother, Cody. Və bu mənim qardaşım Cody'dir. Hi, I am Cody. Amy is my sister. Salam, mən Cody'yəm. Amy mənim bacımdır. Hi, Cody. Salam, Cody. Listen again to Happy Camp. Xoşbəxt düşərgəyə bir də qulaq asaq. Hi! Look, counselors! Hello, my name's Caitlin. Hi, I'm James. My name's Amy. This is my mom and dad. Hi. Hello. This is my grandma and grandpa. Hello. Hello. And this is my brother, Cody. Hi,
I'm Cody. Amy's my sister. Hi, Cody. Exercise 4. Dördüncü tapşırıq. Grammar check. Qaydamızı yoxlayaq. Şəklimizin sağ tərəfində Amy'dir, sol tərəfində isə Amy'nin ailə üzvləri. Uşaqlar, şəklə baxaq görək, şəkildə kim təsvir olunub? Şəkildəki Amy'nin qardaşıdır. İndi isə cümləni oxuyub doğru variantı seçək. This is my brother. Daha sonra dad. Doğru variant This is my brother. Uşaqlar, gəlin indi ikinci şəklimizə baxaq. İkinci şəkildəki qadın anadır. Cümləni oxuyuruq. This is my mom. Daha sonra grandma. Bu mənim qardaşımdır. Doğru variant This is my mom. Bu mənim anamdır. Görürük ki, sonuncu rəsmdə baba təsvir olunub. Cümləmizi oxuyaq, doğru variantı seçək. This is my sister. Daha sonra grandpa. Doğru variant This is my grandpa. Bu mənim babamdır. Exercise 5. Beşinci tapşırıq. Listen and cheer. Dinlə və şənlən. This is my grandma. Hello, grandma. Bu mənim nənəmdir. Salam, nənəm. This is my grandpa. Hi, grandpa. Bu mənim babamdır. Salam, baba. Happy campers, listen here. Now it's time to do a cheer. Ready? Okay. This is my grandma. Hello, Grandma. This is my grandma. Hello, grandma. This is my grandpa. Hi, Grandpa. This is my grandpa. Hi, grandpa. Uşaqlar, səhifənin üst hissəsində 2 yeni hərf var. Gəlin bu hərflərlə tanış olaq. İlk hərfimiz C hərfidir. Bugünkü sözdə C hərfi G olaraq səslənir. Grandma, grandpa. Uşaqlar, sonraki dərslərimizdə biz bu hərfin C olaraq səsləndiyini də öyrənəcəyik. İkinci hərfimiz Y hərfidir. Uşaqlar, bu dərsimizdə Y hərfinin İ səsi olaraq işlənməsini görürük. Məsələn, Cody. Amma sonraki dərslərimizdə biz bu hərfin Y olaraq səslənəcəyini öyrənəcəyik. Sizlərə bu 2 yeni hərfin əl yazmasını təqdim edirəm.